Xərçəngi hiss edir, sahibinə aşiq olur, qısqanır. İtlər barədə heç vaxt eşitmədiyiniz faktlar. İtlər min illərdir bəşəriyyətin yanındadır, lakin onlar inanılmaz qabiliyyətləri və qəribə davranışları ilə bizi heyrətləndirməyə davam edirlər. Qeyri-adi qoxu hisslərindən tutmuş, özünə məxsus ünsiyyət qurma tərzlərinə qədər bu sevimli ev heyvanları əksər insanların düşündüyündən daha maraqlıdır. Ölkə Az itlər haqqında maraqlı faktları təqdim edir. Dünyada təxminən 600 milyon it var. Bu itlərin təxminən 400 milyonunun küçə itləri olduğu təxmin edilir. İtlər 300 milyona qədər qoxu reseptoruna malikdir. İnsanlarda cəmi 6 milyon qoxu reseptoru var. Onlar insanlardan 100 milyon dəfə aşağı konsentrasiyalarda qoxuları aşkar edirlər. İtlər qoxuları təhlil etməyə bizdən 40 dəfə çox beyin gücünü sərf edirlər. Sizin eşidə bilmədiyinizi eşidirlər. İtlər insanlar kimi yuxu görürlər. Kiçik cinslər böyük cinslərdən daha tez-tez yuxu görmə qabiliyyətinə malikdir. Onlar sahibinə aşiq ola bilərlər. İtlər sahibləri ilə qarşılıqlı əlaqədə olduqda sevgi hormonu olan oksitosin ifraz edirlər. Köpəklər emosiyalarınızı hiss edir. Onlar xoşbəxt və qəzəbli üz ifadələrini ayırd edirlər. Hətta tanımadığı dillərdə belə səslərdəki emosional tonlara reaksiya verirlər. Onlar tez-tez sahiblərinin stres səviyyələrini və narahatlıqlarını əks etdirirlər. Bu sevimli heyvanların 3 göz qapağı var, 3-cü göz qapağı əlavə qoruma təmin edir. İnsanların barmaq izləri kimi itlərdə də burun izləri fərqlidir. Burun yastıqlarındakı qırışlar və naxışlar fərqli və qalıcıdır. İtlər yalnız pəncələri ilə tərləyirlər. Nəfəs alma onların əsas soyutma mexanizmidir. Bala itlər tamamilə doğuşdan kör, kar və dişsiz olurlar. Gözləri 10-14-cü gündə qulaq kanalları təxminən 2 həftədə açılır, ilk dişləri isə 3 həftədə çıxır. İtlər bəşəriyyətin ilk ev heyvanları idi. Bu canlılar 15 min ildən çox əvvəl əhəlləşdirilib. Bütün itlər cins bozqurdların törəmələridir. Basenji cinsi itlər hürə bilmir. Onların unikal formalı qırtlaqları ənənəvi hürmənin qarşısını alır. Köpəklər 150-dən çox söz anlayır. Orta itlər təxminən 165, istisna dərəcədə ağıllı cinslər isə 250 və ya daha çox söz başa düşür. Sərhəd kolliləri, pudellər və alman çoban itləri adətən ən ağıllı cinslər hesab olunur. Kiçik itlər böyük cinslərdən daha uzun yaşayır. Kiçik cinslər adətən 12-16 il, nəhəng cinslər çox vaxt cəmi 7-10 il ömür sürür. İnsanlarda xərçəng, diabet və epileptik tutmaları aşkarlaya bilirlər. İnsan bədənindəki kimyəvi dəyişiklikləri aşkar edir, bəziləri simptomlar görünməzdən əvvəl sahiblərini xəbərdar edirlər. Şokolad itlər üçün zərərlidir. Tərkibində itlərin yavaş-yavaş həzm etdiyi teobramin var. Ən hündür it 2,13 metrdən çoxdur. Zeus adlı Danimarka iti arxa ayaqları üzərində dayananda 2,23 metrə çatır. Dünyanın ən sürətli it cinsi tazılardır. Onlar saatda 45 mil sürətə çatır. İtlər daha yaxşı anlamaq üçün başlarını əyirlər, çünki ağızları üz ifadələrini bloklaya bilər. İtlər başlarını əyirsə, bu bizi daha yaxşı başa düşmək istəklərini göstərir. Aparılan araşdırmalar göstərir ki, itiniz başqa bir canlıya qarşı sevgi göstərdiyinizi görəndə həqiqətən qısqanclıq hiss edir.